Salam dəyərli izləyicilər, xoş gördük. Gəlin belə bir sualla danışırıq. Sualda qeyd olunur ki, A-dan B-yə neçə üsulla ən qısa üsulla. Yəni, ən qısa üsul o demək ki, yəni hərəkət vaxtı ancaq sağa və ya yuxarı gedirlər. Yəni, geriyə, sola və ya aşağı gedə bilməzlər. Sağ istiqamətdə və yuxarı istiqamətdə A-dan B-yə neçə üsulla getmirlər. Buna bir fərqli üsullar mümkündür. Bir dənə üsulla formada ola bilər ki, qeyd edək ki, buradan buraya qədər bir üsul yazaq, bir üsul, bura bir üsul, bir üsul, burada bir üsul. Diagonal üzrə olanları toplayırıq. Diagonal nəsə, burada birdir, bura birdir, bura oldu 2. Bura 2 üsul, bura bir üsul, bura 3'dür, 3, 1, diagonal oldu, bura 4. Artıq burada diagonal olmadığına görə bura 4 qalır. Yuxarıda gedir 2, 2, 2. Yenə 2 ilə 3'ü topladım, oldu 5. 5 ilə 4'ü topladım, diagonal oldu, 9. 9 ilə 4'ü topladım, 13 üsuldan. Burada diagonal yaranmadığına görə 13 sağ oldu, 13. Sonra buranı toplayıram, 5, 2, bura 7 yazıram, 9, 7, 16 yazıram, 16, 13, 29 yazıram. 29, bu da 13. Elədir, 42. Bura qədər 42 üsul. İndi bu diagonalları toplayıram. 7, 2 elədir 9, 16, 9, 25. Bu da elədir, 29, 25 nə qədər elədir? 54. 54, 42 elədir, 96 üsul. Bura qədər 96 üsulundan gəlib çıxardır. Çox super, əla bir sual tipidir, buyurun.